Yəqin ki, əlimdə gördüyünüz bu şeyi tanıdınız. Bəli, bu tərəzidir. Bir çoxlarının çox yaxın dostu, xüsusilə də xanımların demək olar ki, səhər ilk iş olaraq bunun üzərinə çıxmadan günlərini başlamadığı mükəmməl bir dost. Amma dostmu bu? Məncə bunun sadəcə atılmasına ehtiyac var. Yəni tərəziyə olan asıllığınız əslində sizin çəki verə bilməməyinizin ən başlıca səbəblərindən ola bilər. Rəqəm stresi və kortizol. Bunlar bir-birləri ilə əlaqəlidir. Tərəzidə görmək istədiyiniz rəqəmi həmin an görməyəndə bədən dərhal stres rejiminə keçir. Bu zaman isə stres hormonu olan kortizol ifraz olunur və yağ yandırma prosesiniz demək olar ki, ləngiyir. Çünki kortizol metabolizmi zəiflədir. Yəni stres varsa, deməli qənaət lazımdır. Bəs yaxşı, bu rəqəmlər niyə aldadır bizi? Bu rəqəmlər təkcə yağlar deyil. Bu bədəninizdəki əzələ kütləsi, bədəninizdəki su miqdarı, hətta dünən yediyiniz yemək belə ola bilər. Çünki dünən yediyiniz həmin o duzlu yemək bədəninizdə 1-2 litr su saxlaya bilər. Siz yağ yandırmağa davam etdiyiniz halda belə tərəzi 1 kiloqram, 2 kiloqram artıq göstərə bilər. Bu da sizi ruhdan salır, təəssüf ki. Lakin bu bədənin normal fizioloji halıdır. Tərəzini atın. Ölçü vahidiniz sizə dar gələn şalvarlarınız və güzgüdə gördüyünüz əksiniz olsun. Və ən əsas məsələ, həftədə bir dəfədən tez ümumiyyətlə tərəzinin üzərinə çıxmayın. Bu arada deyin görüm, tərəzi ilə hər gün döyüşən xanımlar varmı aranızda? Əgər varsa, mütləq rəylərdə bunu qeyd edin. Və bu videonu mütləq şəkildə bu problemi yaşayan bir tanışınızla bölüşün. Gələn videolarda görüşərik.